Salam aleykum, hər vaxtınız xeyir əziz izləyicilər. Bugünkü video qonağımız Volkswagen Passat B5 olacaq. 1996-dan 2005-ci ilə qədər istehsal edilib bu avtomobil və 2000-ci ildə facelift keçirib 2000-dən sonraki modellər artıq B5.5 adlanırdı. Passat B5 xarici görünüşündən başlayaq. Passat B5 Volkswagen'ın tam yeni platformaya keçdiyi Passatdır. Audi A4 B5 platforması üzərinə qurulub. Sadə, klassik və zamansız dizayn, ön hissədə xrom barmaqlıq, facelift, yəni B5.5 modellərdə daha müasir faralar və arxa stoplar, yaxşı aerodinamika, CD027 sürtünmə qatsayısı, sedan və universal kuzo növləri. Xarici görünüşündə yumşaq plastiklər, keyfiyyətli yığılma, taxta və alüminium dekor seçimləri, 2 zonalı climate control, cruise control, oturacaqların isidilməsi, elektron oturacaqlar, yalnızca bəzi versiyalarda mövcuddur, yaxşı səs izolyasiyası və geniş arxa oturacaqlar. Mühərriklər 1.6 MPI mühərrik 100 at gücü və 145 Nm tork hasil edərkən yanacaq sərfiyyatı 8-9,5 litr arasıdır. Mühərrikin ömrü 400.000 km-dən biraz çoxdur, kəmərin ömrü isə 90.000 km. Zəif cəhətləri olaraq dinamikasının zəif olması və yüksək yüklə sərfiyyatın artması. 1.8 MPI mühərrik, motor kodu ADR, 125 at gücü və 170 Nm tork hasil edərkən yanacaq sərfiyyatı 9-10 litr. Mühərrikin ömrü 400.000 km, kəmərin ömrü isə yenə 90.000 km-dir. Zəif cəhətləri yüksək kilometrajda yağ sərfiyyatının yavaş-yavaş başlamasıdır. 1.8T, yəni turbo mühərrik. 150 at gücü 210 Nm tork hasil edir. Yanacaq sərfiyyatı 9-11 litr. Mühərrikin ömrü 350-400 min km arasıdır. Zamanlama inteqrasiyası yenə kəmərdən istifadə edilib. Zəif cəhətləri turbinin vaxtından tez sıradan çıxması, yağ kanallarının tutulması. Qeyd edim ki, bu xüsusilə keyfiyyətsiz yağ istifadə etdikdə üzə çıxan bir problemdir. Əgər firmanın məsləhət gördüyü yüksək keyfiyyətli yağdan istifadə etsəniz, yağ kanallarının tutulması elə də tez-tez qarşılaşılan bir problem deyil. 2.0 MPI mühərrik, 115 at gücü və 170 Nm tork hasil edir. Yanacaq sərfiyyatı 9-11 litr arası, mühərrikin ömrü 350.000 km-dir. Zəif cəhətləri gücünə görə biraz yanacaq sərfiyyatının yüksək olmasıdır. Yəni 115 at gücü az deyil, amma 115 at gücü bir mühərrikə görə 11, bəzən 12 litrə satan yanacaq sərfiyyatı bir qədər çoxdur. 2.3 litr V5 mühərrik, 150 və ya 170 at gücü komplektasiyaya görə dəyişir və həmçinin 205-220 Nm arası torku var. Yanacaq sərfiyyatı 11-12 litr təşkil edir, mühərrikin ömrü isə 350.000 km-dir və yenə zəncirli bir mühərrikdir. Zəif cəhəti olaraq ehtiyat hissələrinin bir qədər bahalı olmasını deyə bilərəm. 2.8 litr V6 mühərrik 193 at gücü 280 Nm tork hasil edir. Yanacaq sərfiyyatı 12-14 litr arası. Mühərrikin ömrü yenə 350.000 km-dir. Zamanlama yenə zəncirdən istifadə edilib. Zəif cəhətləri yüksək sərfiyyat və servisin bir qədər çətin başa gəlməsidir. Dizel mühərrikləri 1.9 TDI mühərrik ən məşhur mühərrikdir. Ölkəmizdə də çox istifadə edilib. Bu mühərrik komplektasiyadan asılı olaraq 3 fərqli güc dəyərində bazara buraxılıb. 90, 110 və 130 at gücü, tork isə 210-310 Nm arası dəyişir. Yanacaq sərfiyyatı 5-6 litr, mühərrikin ömrü isə 500.000 km-dən yüksəkdir. Zamanlama burada kəmərdən istifadə edilib. Zəif cəhətləri turbin, EGR valfının tez tutulması və debimetrin sıradan çıxmasıdır. 2.5 litr V6 TDI mühərrik 150-163 at gücü arası dəyişir. 310-350 Nm tork və yanacaq sərfiyyatı da 7-9 litr arası. Mühərrikin ömrü isə 400.000 km-dir ki, kəmərli bir mühərrikdir. Zəif cəhətdə ora eksantriyin aşınmasını və təmir xərclərinin bir qədər bahalı olmasını göstərə bilərəm. Sürətlər qutularına baxdığımız zaman 5 pilləli mexaniki sürətlər qutusu, 6 pilləli mexaniki sürətlər qutusu və 5 pilləli Tiptronic avtomatik sürətlər qutusundan bu avtomobildə istifadə edilib ki, faceliftdən əvvəl 5 pilləli, faceliftdən sonraki modellərdə isə 6 pilləli sürətlər qutusundan istifadə edilirdi. Bundan əlavə bu avtomobildə CVT Multitronic sürətlər qutusundan da istifadə edilib. Bizim dilimizdə robot sürətlər qutusu da deyilir buna. Hansı ki, yalnız ön ötürücü modellərdə bu sürətlər qutusundan istifadə olunub və qeyd edim ki, bir qədər problemli bir sürətlər qutusu sayılır. Ötürücü sistemlər FVD, yəni ön ötürücü və ya 4Motion sistemli tam ötürücüdən avtomobildə istifadə edilib ki, dördlü ötürücünün yol tutuşu ön çəkərə nisbətən olduqca yüksəkdir. Texniki göstəriciləri: yanacaq səninin həcmi 62 litr, bagaj həcmi isə 475 litr. Universal kuzo növündə isə bagaj həcmi 495 litrə qədər çıxır ki, qatlanan oturacaqlarla birlikdə bu həcm daha da artırıla bilir. Bundan başqa avtomobili almağı düşünənlər üçün istəyirəm bəzi xroniki problemlərindən danışım. Çox qollu xüsusi ön askı sistemi, yəni multilink askı sistemindən avtomobildə istifadə edilib ki, bu həm yol tutuşu, həm də komfort üçün olduqca yaxşı askı sistemidir, amma
Bəzi problemləri var. Alt və üst qollar tez boşalır. Səssiz bloklar, yəni rezinlər çox da uzun ömürlü deyil. Pis yollarda taqqıltı səsləri bəzən gələ bilər. Alan zaman ön askı sistemini yoxlatmaq, buralara diqqət yetirmək vacib ola bilər ki, komplekt dəyişmə bir qədər bahalıdır. Bundan başqa sükan reykasında yağ sızmaları və boşluqlar bəzi hallarda qarşımıza çıxa bilər. Yekun olaraq Passat B5 haqqında deyə bilərəm ki, rahat, dayanıqlı, uzun ömürlü bir avtomobildir. Xüsusilə 1.9 GDI və ya 1.8T sadə versiyalar ən ideal seçimlərdir. Bugünlük məndən bu qədər. Ümidvaram ki, sizlər üçün də faydalı bir video olmuşdur. Növbəti videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın.